həqiqətən elə ölkəmizdə bu cür məmulatların istehsal olunması çox böyük uğur sayıla bilər. İndi isə bu barədə müzakirəmiz olacaq. Qonağımız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinin müavini Rahim Hüseynovdur. Biz ondan cəmiyyətimizin həssas təbəqəsini təmsil edən vətəndaşlarımızın digər problemlərini müzakirə edəcəyik. Xoş gəlmişsiniz studiyamıza. Təşəkkür edirəm, xoş gördük. Bəli, elə istərdik ki, ilk əvvəl izləyicilərimizə bu əlillik təyinatı, əlilliyin qiymətləndirilməsi ilə bağlı prosedur haqqında izah eləyəsiniz bu barədə. Bunun üçün vətəndaş ümumiyyətlə hara müraciət eləməlidir? Sualınız üçün təşəkkür edirəm. Bəli, bildiyiniz kimi agentliyimizin ən əsas fəaliyyət istiqamətlərindən biri vətəndaşlarımızın əlilliyin qiymətləndirilməsidir. Belə olan halda əlilliyi olan şəxslərin müraciəti əsasında həkim ekspertlərin qiymətləndirməsi ilə vətəndaş ekspert-həkim ünsiyyəti olmadan qiymətləndirmə aparılır elektron qaydada. Xəstəliyi olan və ağırlaşması olan vətəndaşlarımız qeydiyyatda olduğu səhiyyə müəssisələri üzrə, tibb müəssisələri üzrə, poliklinikalara, xəstəxanalara müraciət edirlər və müvafiq olaraq yoxlanışlardan keçirlər. Belə yoxlanışlar nəticəsində və təbii ki 12 nömrəli qərarın da tələblərinə uyğun olaraq, yəni o qərarın tələbləri pozulmadan vətəndaşı haqqında göndəriş əsasləşdirmə ehtiyacı yaranırsa, artıq burada forma 88 dediyimiz elektron sənəd formalaşdırılır. Və bu sənədin içərisində vətəndaşın müayinə nəticələri, keçmiş olduğu laboratoriya analiz nəticələri, ixtisas həkimlərinin rəyləri və bunlar hər biri o forma 8 dediyimiz elektron sənədə daxil olunur. Daha sonra isə bu elektron sənəd Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin alt sisteminə daxil olur və belə olan halda vətəndaşa aid məlumatlar gizlədilərək, yəni orada artıq şəffaflığı qoruma məqsədi ilə yalnız tibbi qiymətləndirmə nəticəsində həkim ekspertlər tərəfindən artıq qiymətləndirmə aparılır və yazılmış müayinə nəticələrə uyğun olaraq vətəndaşımız əgər əlillik təyinatına əsas verirsə, belə olan halda artıq qiymətlənmə nəticəsində vətəndaş haqqında birinci, ikinci, üçüncü dərəcə olaraq bildiyimiz əlillik təyinatı aparılır. Rahim müəllim, agentlik tərəfindən bu il nə qədər şəxsi əlillik təyin edilir və bunlardan çeşidləsə ilkin və təkrar əlillik təyinatlarının sayı nə qədərdir? Aydındır. Deməli, belə qiymətləndirmə var ki, bu mütəmadi olaraq davam edir. Agentlik tərəfindən əlillik təyinatının rəqəmləri mütəmadi olaraq dəyişir. Lakin bildirmək istərdim ki, 2025-ci ilin yanvar-sentyabr ayı ərzində ümumilikdə 40.400 vətəndaşımıza artıq əlillik təyinatı aparılıb və bunlardan 18.300-ü ilkin əlillik təyinatlı. Yəni ilk dəfə əlillik təyinatı alanlar təqribi 45% edir belə götürəndə və yerdə qalan hissəsi isə təkrar əlillik üçün müraciət etmiş və əlillik təyinatı aparılmış şəxslərimizdir. Bəs bu prosedurdan razı qalmayan vətəndaşlar üçün hansı dəstək mexanizmləri var? Bəli, az öncə qeyd etdiyimiz kimi bu qiymətləndirmə elektron qaydada aparılır və forma 88-in içərisində yazılmış məlumatlar əsasında həkim ekspertlərimiz qiymətləndirmə aparırlar. Yəni bu elektron formada olur? Bəli, elektron formada vətəndaşı görmədən yalnız orada yazılmış məlumatlar əsasında qiymətləndirmə aparır. Belə olan halda vətəndaşlarımıza imtina qərarı verildiyi halda və yaxud da verilmiş qərardan razı olmama halları bu normal bir halda yaşanır və belə olan halda vətəndaşlarımız yenidən müraciət edə bilərlər. Bunun üçün vətəndaşların xidmətlərinin əlçatanlığının təmin edilməsi məqsədi ilə agentlik tərəfindən bütün mexanizmlər işlənilib, hazırlanıb. Yenə mi elektron formada müraciət edir narazılıqdan sonra? Bəli, ilk növbədə onlayn növbə götürürlər. Özlərinə uyğun olan saatda və xəstəlik istiqaməti üzrə elektron növbə götürürlər. Daha sonra isə belə deyim, bizim Bakı şəhərində yerləşən Mir Mahmud Kazımovski 134 ünvanında yerləşən Mərkəzi Tibbi Sosial Ekspert Komissiyasına müraciət edirlər və həmin qiymətləndirmə mərkəzimiz bütün ən son müasir tibbi avadanlıqlarla təmin olunub və müraciət edən vətəndaşlarımız bütün müayinələrdən keçirlər, laboratoriyalara cəlb olunurlar və nəticə itibarilə həkim ekspertlərimiz tərəfindən müayinə nəticələrinə uyğun olaraq yeni qərar verilə bilər. Əgər əlillik səviyyəsindədirsə, bəli, əlillik təyinatı aparıla bilər. Rahim müəllim, bəzən bizə də qaynaq xəttə müraciət edirlər, deyirlər ki, mənə əlillik təyin olunmuşdu və müavinət pul alırdım və sonradan kəsildi. Burada bir sual soruşmaq istəyirəm. Müddətli əlillik nə vaxt, hansı hallarda təyin edilir? Bildiyiniz kimi əlillik təyinatı həm müddətli, həm müddətsiz olaraq aparıla bilər. Hansı hallarda ömürlük olur, hansı hallarda müddətli? Aydındır. Müddətli əlillik təyinatı bildiyiniz kimi əlilliyin qiymətləndirilməsi Nazirlər Kabinetinin 187 nömrəli qərarı ilə tənzimlənir. Artıq 2022-ci ildən bu qiymətləndirmə meyarlarına əsasən aparılır. Və belə olan halda vətəndaşlar müddətli əlillik təyinatları meyarlara uyğun olaraq 1 illik, 2 illik və 5 illik olaraq qiymətləndirilir. Bu hansı hallardadır? Əgər vətəndaşın sağalma ehtimalı varsa və yaxud da reabilitasiya olma ehtimalı varsa,
artıq həkimlərimiz növbəti bir mərhələ üçün müddətli əlillik təyinatı aparırlar. Belə olan halda ya vətəndaşın orada ağırlaşması da ola bilər ki, hansı ki, belə halda vətəndaşın ya əlillik dərəcəsi dəyişə bilər və yaxud da müddəti dəyişə bilər və yaxud da əksinə reabilitasiya olma ehtimalı ola bilər. Belə olan halda yenidən qiymətləndirmə məqsədi ilə müddətli əlillik təyinatı aparılır. Bəs ömürlük olanda? Ömürlük əlillik təyinatı, yəni dediyim kimi, burada artıq 182 nömrəli qərarın tələblərinə uyğun olaraq tənzimlənir bu da. Burada hansı formada yanaşmadır? Baxın, elə xəstəliklər var ki, bunların sağalma ehtimalı yoxdur. Məsələn, yuxarı və aşağı ətrafların amputasiyası məsələsi. Bu sağalan bir məsələ deyil. Belə olan halda xəstəliklərin meyarlarına uyğun olaraq əlillik təyinatı müddətsiz olaraq aparılır. Bundan başqa da qanunvericiliyin tələblərinə uyğun olaraq 12 nömrəli qərarın tələbləri var. 4-cü bəndində orada ətraflı şəkildə qeyd olunub. Əlillik təyinatı ardıcıl olaraq 31-60% aralığında 15 il olduğu halda, yəni mütəmadi olaraq əlillik təyinatı aparılıbsa və yaxud da 81 100% olduğu halda, bu artıq ardıcıl olaraq 4 il olduğu halda və yaxud da 61-80% 10 il olduğu halda növbəti qiymətləndirmə zamanı vətəndaşımızın əlillik təyinatı müddətsiz olur. Bəli. Yəni iki qanunla tənzimlənir. Heç olubmu belə nümunələr varmı ki, hansısa reabilitasiya dövründən sonra yəni onlarda ümumiyyətlə bu əlillik səviyyəsində olmasın bu insanlar? Təbii ki, bu yaşanan hallardır. Praktikamızda bu hallarla çox tez-tez rastlaşırıq. Əlbəttə var. Niyə var, onu da izah edeyim sizə. Agentliyin fəaliyyət istiqamətlərindən biri də reabilitasiya xidmətləridir. Bildiyiniz kimi, ölkəmiz üzrə 4 uşaq olmaqla ümumilikdə 16 reabilitasiya mərkəzi əlilliyi olan şəxslərimizə xidmət göstərirlər. Və burada məqsəd vətəndaşlarımızın reabilitasiya olunması, cəmiyyətimizə adaptasiya olunması və digər məsələlərlə bağlı xidmətlər göstərirlər. Və müddətli əlillik təyinatları müəyyən bir müddətdən sonra yoxlanışlara cəlb olunurlar. Yəni, təbii ki, əlillik müddəti bitdikdən sonra artıq yeni qiymətləndirmələr olur, yeni yoxlanışlar olur və belə yoxlanışlar nəticəsində aparılmış olan tibbi müalicələr və yaxud da reabilitasiya xidmətləri nəticəsində vətəndaşın növbəti qiymətləndirməsi zamanı həmin əlilliyi olan şəxsin tam reabilitasiya olması normal bir haldır. Rahim müəllim, ötən ildən hərbi xidmətə çağırışla bağlı da tibbi müayinələr sizin agentlik tərəfindən həyata keçirilir. Ümumiyyətlə, çağırışların yekun müayinə prosesi necə təşkil olunur və vətəndaşlar mərkəzdə tibbi müayinə üçün növbəni necə təyin edilir, növbə necə təyin olunur? İstədim bu proses haqqında biraz da danışaq. Bu bizim agentliyimizin ən böyük fəaliyyət istiqamətlərindən biridir və bildiyiniz kimi 2024-cü ilin 1 iyul tarixindən artıq yekun tibbi şəhadətləndirmə agentliyin səlahiyyətlərinə verilib. Belə olan halda yoxlamalar aparılır və yoxlamalar hansı formada olur? İlk növbədə səfərbərlik xidməti tərəfindən bu çağırışçıların müayinələri aparılır və daha sonra isə qiymətləndirmə nəticəsində müəyyən bir yararsızlıq müəyyən edilmiş vətəndaşlarımızın yekun tibbi şəhadətləndirilməsi üçün forma 44 dediyimiz elektron sənəd rəsmiləşdirilir və bu elektron sənəd bizim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin alt sisteminə daxil olur və daha sonra isə növbəllik prinsipi əsasında həmin o çağırışçılarımız ardıcıl olaraq, periodik olaraq əyani müayinələrə cəlb edilirlər və bunun üçün agentlik tərəfindən tibbi qiymətləndirmə mərkəzi yaradılıb və burada ən son müasir tibbi avadanlıqlar təchiz olunub və çağırışçı əyani müayinələrdə iştirak nəticəsində bütün müayinələrdən şikayətləri, mövcud vəziyyətdə olan sağlamlıq vəziyyəti qiymətləndirilir və çağırışçılar haqqında yekun tibbi qərar çıxarılır və bu qərarlar da səfərbərlik xidmətinə elektron formada təqdim olunur. Aydındır. Qaynaq xəttimizə bir müraciət var, bildirirlər redaktorumuz. 1993-cü ildən əlillik alıb və sonradan dayandırılıb belə bir məlumatdır və bildirirlər ki, indi hara müraciət eləməlidir, məlumatsızdır tamaşaçımız. 1993-cü ildən əlillik təyinatı almış vətəndaşdırsa, çox böyük ehtimal bu müddətsiz əlillik təyinatı olub. Müddətsiz əlillik təyinatlarında ümumiyyətlə müddətli əlillik təyinatları müddəti bitdikdən sonra yoxlanılır. Amma müddətsiz əlillik təyinatları bu agentliyin həm fəaliyyət istiqamətlərindən biridir. Hər hansı bir şübhəli məqamlar olduğu halda və yaxud da araşdırma tələb olunan hallarda monitorinq nəticəsində vətəndaşların müddət gözləmədən əyani müayinə cəlb edilməsi, bu inzibati icraat haqqında qanun tələblərinə uyğun olaraq əyani müayinələrə dəvət olunurlar. Və burada artıq xəbərnaməli məktub göndərildikdən sonra vətəndaş əyani müayinədə iştirak etmək məcburiyyəti yaranır, əgər məktubu alıbsa. İştirak etmədiyi halda yeni qərar qəbul olunur və yaxud da iştirak etdiyi halda tam reabilitasiya qərarları verilə bilir. Əgər vətəndaşımız qərardan narazıdırsa, az öncə qeyd etdiyim kimi Bakı şəhəri Nəsimi rayonu Mir Mahmud Kazmovski 134 ünvanda yerləşən ünvanımıza müraciət edə bilər. Onlayn növbə götürməklə yenidən əyani müayinədə iştirak edə bilər və belə olan halda yenidən komissiyada iştirak edəcək. Bəli, yekun qərar həmin vaxtı verilə bilər.
Mən bir qədər əvvəl bu hərbi xidmətə çağırılan vətəndaşların şəhadətnamədən danışdıq. Yəni, hansı kateqoriya üzrə çağırışçılar ümumiyyətlə agentliyin tibbi qiymətləndirmə mərkəzində yekun müayinə olunurlar? Burada artıq 59 nömrəli qərarın tələblərinə uyğun olaraq çağırışçılar haqqında yekun qərarlar verilir və bu yekun qərarlar əsasında hərbi xidmətə yararlı kimi qiymətləndirdiyimiz A kateqoriyası üzrə qiymətləndirmə aparılır və yaxud da sıradan kənar hərbi xidmətə yararlılıq bu artıq B kateqoriyası kimi gördüyümüz qiymətləndirmə nəticəsidir və yaxud da möhlət hüququ kimi gördüyümüz C kateqoriyasıdır. Sülh dövründə yararsız, müharibə dövründə hərbi xidmətə yararlılıq kimi gördüyümüz 3 illik möhlət məsələsi var orada. Bir də həm sülh, həm də müharibə dövründə tam yararsızlıq olaraq D kateqoriyası kimi qiymətləndirmə aparılır. Və belə olan halda vətəndaş haqqında qiymətləndirmə nəticəsində verilmiş bütün qərarlar elektron formada sistemə daxil olunur və bu səfərbərlik xidmətinə təqdim olunur. Daha sonra isə səfərbərlik xidməti də özü də elektron formada bu qərarları sistemə göndərirlər və vətəndaşlarımıza aid MyGov portalında artıq orada bir hissə var, hansı ki, hərbi xidmət haqqında məlumatları oradan vətəndaşlarımız rahat bir formada əldə edə bilərlər. Bu da həm şəffaflıq istiqamətində, həm də elektronlaşdırma istiqamətində atılmış ən vacib addımlardandır ki, orada vətəndaşlarımız verilmiş qərarla rahat bir formada tanış ola bilirlər. Bəli, Rəhm, son olaraq bir qaynar xəttə müraciət edən vətəndaşımızın sualı var. Gözdən əlillər üçün bərpa mərkəzi ölkəmizdə varmı? Gözdən əlillər üçün olan bərpa mərkəzləri bəli bu fəaliyyət göstərir, amma agentliyi istiqamətində artıq burada xəstəliklərin təsnifatlaşdırması yoxdur. Bütün əlilliyi olan şəxslərimiz reabilitasiya mərkəzlərinə müraciət edib xidmətlərdən yararlana bilirlər. Yəni konkret olaraq təsnifata uyğun olaraq, yəni bütün reabilitasiya mərkəzlərinə müraciət edə bilərlər. Çox sağ olun. Təşəkkür edirəm, müəllim, studiyamıza gəlib suallarımızı cavablandırdınız.